Ay Nərmin, telefonlarımız susmur sənə görə və deyirlər ki, paltarını başa düşməyiblər. Yəni, düşünürlər ki, paltarın, xahiş edirəm, buradan açıqlama verəkmi bu paltar barədə? Yəni, sənin paltarının burada hal-hazırda tam tül olduğunu başa düşürlər və bu nədir? Evdən... Əslində, ilk baxışda elə görünə bilər, amma sadəcə bunun dizaynı elədir ki, parçadır paltarın altında. Bədənim görünmür, dəri rəngli. Bir parça var, dəri rəngdədir. Rejissorumuzdan bu belə görsənir, amma bu sadəcə paltar bu formadadır. Yəni, onun altından da parça var. Dur ayağa xahiş edirəm. Dur ayağa, yəni tamaşaçılar zəng edib etiraz edirlər, bölgələrimizdən zəng ediblər. Sadəcə burada parça var. Göstərin, xahiş edirəm. Hansı kamera? Bunu səhv başa düşməsinlər. Hansı kamera? Bu kamera göstərir. Bu paltarın altında parçadır. Yəni, dəri ümumiyyətlə görünmür. Sadəcə Sadəcə dizaynı elədir ki, fikirləri qarışdıra bilər. Ət rəngi parçanın üstündən bir tül olan parça tikiblər deyənə, belədir, yaşlı deyir, nəsil nümayəndələri zəng edib hal-hazırda Space-ə ki... Yox, qətiyyən bədəni ümumiyyətlə görünmür. Bu nə geyimdir deyir, çıxartmışsınız, ayıb... Aman Allahım, yəni qıcıqlandırmısan. Yəni əslində mən bunu sonra qıraqda çəkib sübut eləyə bilərəm ki, bu bütövlükdə parçadır. Əziz tamaşaçılar, dəyərli analar, ağsaqqallar, ağbirçəklər, hər birinizin qarşısında baş ərik, hər birinizin xətrini çox istəyirəm. Başa düşürəm, qıcıqlanmışsınız, amma əmin olun ki, siz düşündüyünüz olsaydı, o burada eləşə bilməzdi. Yəni buna heç bir şübhəniz olmasın. İkincisi də ki, heç Nərmin də özünə... Ümumiyyətlə, mən elə paltarla efirə çıxmazdım. Təbii ki, mən efiri bilirəm, hörmət edirəm tamaşaçılara. Ümumiyyətlə, mən özüm elə paltarla efirə çıxmaram.